Qarğa və qrafin. Quraqlıq idi. Dili damağına yapışan qarğa su axtarırdı. Lakin tapa bilmirdi. Az qala susuzluqdan huşunu itirəcəkdi ki, birdən böyük bir qrafini gördü. Qrafinin içinə baxdı. Dibində birazca su var idi. Şükür ki qurtuldum, su tapdım deyərək atılıb düşdü. Qrafinin incə, uzun boğazı vardı. Suyu içmək mümkün değildi. Vay halıma, bu balaca dimdiyimlə o suyu necə içim? deyə deyindi. Qarğanın xəyalları puç olmuşdu. Bir yol tapmalıyam, mütləq tapmalıyam, yoxsa susuzluqdan ölərəm, deyə fikirləşirdi. Əvvəlcə qrafini yıxmaq istədi. Qanadları ilə çırpınsa da yıxa bilmədi. Qrafin çox ağır idi. Sonra qrafini sındırmağa qərar verdi. Ora burasına dimdik vurdu, işe yaramadı. Qrafin çox bərk idi. Yazıq qarğa susuzluqdan səndələyirdi. Biraz nəfəs aldı. Ətrafına baxdı. Yaxınlıqda xırda daşlar vardı. Öz-özünə dedi: "Əla, tapdım." O, xırdaca daşları toplayıb qrafinin içinə atmağa başladı. Hər bir daşı atanda su biraz yuxarı qalxırdı. Beləliklə bir qədər